vətən. Hər kəsin bir vətən anlayışı var. Hər kəs bir cür anlayır vətən sözünü. Kimi anamdır deyir, kimi balamdır deyir, kimi vətən torpağımdır deyir. Amma artıq onlar üçün vətən şəhid balasıdır, şəhid adıdır. Vətən 5 hərfdən ibarətdir. Bir əldə 5 barmaq var. Biz həmin gün bu 5 barmağı bir araya gətirib bir yumruq olduq. Həmin məşhur dəmir yumruq. Dəmir yumruğumuz hər zaman zirvədə qalsın. Dəmir yumruğumuz hər zaman hazır ol çağırışına bax belə cavab versin. Necə ki 44 günlük müharibəmizin, vətən savaşımızın, 30 illik həsrətimizin zəfəri kimi. Zəfər yolun hər zaman uğurlu olsun Azərbaycan. Zəfər yolun ta Zəngəzura qədər getsin Azərbaycan. Zəfər yolun bundan sonra yaşayacaq hər bir Azərbaycan övladına örnək olsun Azərbaycan.